Hər birinizə Rəbbin lütfü və sülhü olsun və biz bilirik ki, bu günlərdə milad günləridir. Əlbəttə biz dəqiq, konkret günü, vaxtı bilmirik. Bəzən biraz o tərəfə, bu tərəfə atır. Amma bir həqiqəti tam dəqiq bilirik. İsa Məsih doğuldu. Bu həqiqətdir. Bu həqiqət bizim üçün çox böyük dəyərdir. Və bu bizim üçün ən böyük sevinclərdən biridir. Ona görə də İsa Məsihin doğulması bizim bu dünyada ən böyük sevincimizdir. Bugün sizinlə biraz fərqli milad haqqında danışacağım. Mən İncildə olan milad bayramına bağlı, milada bağlı ayələrlə deyil, biraz fərqli danışacağım. Daha çox ayələr oxuyacağım. Biraz az danışacağım, amma bilmirəm nə qədər az olacaq. İstəyirdim sizlərlə başlayayım. Müqəddəs kitabın bir çox yerlərində biz görürük ki, bəzi peyğəmbərlər Allahla görüşəndə Allahın nə qədər əzəmətli olduğunu görürlər və onu təsvir edirlər. İstəyirəm o yerlərə bir nəzər salaq. Musa peyğəmbər Allahı Sina dağında görür və görüşür. Çıxış kitabı 19-cu fəsil 12-ci ayədən 22-ci ayəyə sizlər üçün oxumaq istərdim. Xalqın ətrafına sərhəd çəkib de, özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. Eləsinə əl vurmayın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istər insan, bunları yaşamaq üçün izni yoxdur. Musa dağdan xalqın yanına indi. Üçüncü günün səhəri açılanda göy gürültuları, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan xalq, bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugaha apardı. Sina dağı tüstü içində idi. Çünki Rəbb onun üzərinə alov içərisində inmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi. Bərk titrəyirdi. Şeypur səsi get-gedə ucalırdı. Bir anlıq Allahın huzurunu təsvir edin. Bundan güclü bir təsvir bəlkə ola bilməz. Xalq bu vəziyyətdə titrəyirdi. Hətta İbranilər 12:21-də bu mənzərə o qədər qorxunc idi ki, Musa mən qorxu və lərzə içindəyəm deyir. Təsəvvür edirsiniz? Musa peyğəmbər qorxu və lərzə içindəydi. Təbiət hadisələri bizi həmişə vahiməyə salır və dəhşətə gətirir. Yanğınlar və yaxud daşqınlar və yaxud ildırım çaxanda adam onun qarşısında özünü nə qədər zəif və cılız olduğunu hiss edir. Bir anlıq ki, onun qarşısında dayana bilmərsən. Amma bu dəfə biz görürük, bütün bu hadisələrin arxasında Rəbb dayanmışdı və xalq bunu başa düşürdü. Onlar bu əzəmət və zəhim qarşısında dayanmağı belə bacarmırdılar. Mən düşünürəm ki, biz də bunu görsək, yəqin ki, bizdə də güc qalmaz. Onun qarşısında dayana bilmərik. Bu Allahımızın təbiət üzərində hakim olduğunu göstərir. Allahımız tükənməz və qüdrətlidir. İkinci bir hadisə. Biz görürük ki, müqəddəs kitabda, Salnamələr kitabında Süleyman peyğəmbər Allah üçün bir məbəd tikir. Və məbədi tikib qurtarandan sonra təqdis etmək üçün o uzun bir dua edir. Mən bu duanı oxumayacağım. İstəsəniz Salnamələr kitabı, 2-ci Salnamələr kitabında siz bunu oxuya bilərsiniz. Amma orada bir yer var. Çox təsirli yerdir. 2 Salnamələr 7:1-3. Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu.
Kahinlər Rəbbin məbədinə girə bilmədilər. Çünki Rəbbin izzəti öz məbədini doldurmuşdu. Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzü üstə yerə çöküb Rəbbə şükür olsun, çünki o yaxşıdır, onun məhəbbəti əbədidir deyərək səcdə etdilər. Və biz görürük Süleymanın uzun duası bitir və Rəbbin izzəti məbədi doldurur. Heç kim ora girə bilmir. Bu izzətə dayana bilmir. Bu bulut kimi olurdu, görünürdü. Hamı üzü üstə düşür. Onun izzəti qarşısında dayana bilmirlər. Və belə vəziyyətdə mən bir anlıq düşündüm ki, insan Allahın izzəti qarşısında nə deyə bilər? O izzətin içində və onu görsə. Hansımız hansı şikayətimizi deyə bilərik? Hansımız hansı dərdimizi, ağrımızı deyə bilərik? Orada minlərlə insan var idi və hamısının problemləri əlbəttə var idi və heç biri heç nə demir. Sadəcə dedikləri budur. Rəbbə şükür olsun, çünki o yaxşıdır, onun məhəbbəti əbədidir. Allahın izzətini doldurduğu yerdə, Allahın huzuru olan yerdə heç vaxt insan heç bir şikayətini deyə bilmir. Hər şey yaddan çıxır. Ancaq etdiyi bir şey var. Bunun qarşısında, bu əzəmətin qarşısında ki, şükür sənə, şükür sənə, şükür sənə. Və sonraki hadisə, Yeşayanın Rəbbi görməsi. Yeşaya 6-cı fəsil 1-dən 5-ə kimi. Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O uca və əzəmətli taxta oturmuş və geyimlərin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin 6 qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. Biri o birini səsləyib deyirdi: Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Bütün yer üzü onun izzəti ilə doludur. Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı. Məbəd tüstü ilə doldu. Mən dedim, vay halıma, həlak oldum. Çünki ağzı murdar bir adamam, həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq qarşımda padşahı, ordular Rəbbini gözlərimlə gördüm. Bu Yeşaya peyğəmbərin təsviridir. Burada Allahın adı Xudavənd, orijinal mətndə Adonay adı keçir burada. Ağa, sahib və hər şeyi əlində saxlayan mənasındadır. Padşah öldüyü vaxt, padşah öldü. Amma Rəbb padşahdan da böyükdür. Həmin padşahı seçən də həmin Xudavənd Rəbdir. Yeşaya bunu başa düşürdü. Və hər şeyi əlində saxlayan bir şəxsin önündə idi Yeşaya. Hər birimizin həyatında da bu belədir. Hər birimizin həyatını əlində Rəbb saxlayır. Hər birimizin həyatında nə baş verir, Rəbb görür və nəzarət edir. Biz onun qarşısında dayananda, necə Yeşaya dayanmışdı, heç vaxt özümüzü müqəddəs görə bilmərik. Yeşaya da özünü o anda ən günahkar insanlardan biri kimi görürdü. Və sonraki təsvir, Yezekil də Allahın təsvirini görür. O görür və təsvir edir. Yezekil 1-ci fəsil 27-28. Mən gördüm ki, onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır. İçi isə hər tərəfdən alov kimi idi. Mən onun belindən aşağı görünüşünü də gördüm. Sanki bir alov idi və ətrafında parıltı var idi.
Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu Rəbbin izzətinə bənzər bir görüntü idi. Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir şəxsin səsini eşitdim. Ben Yezekil Peyğəmbərin kitabını oxuyuram, məni dəhşət bürüyür. Kim o kitabı sevirsə və ya oxuyursa və ya oxuyubsa, orada olan təsvirləri mən təsəvvür belə edə bilmirəm. Mənim düşüncəmdə, mənim qrammatikamda o sözlər yoxdur ki, mən bu sözləri deyim və o təsviri verim. Çünki Yezekil özü təsvir eləyir, amma özü də tam dərk eləyə bilmir ki, bu təsviri necə desin. Çünki bu dəhşətli bir görünüş idi. O söz tapa bilmir bu qüdrətin qarşısında. O dayana bilmir onun qarşısında. O sadəcə nəyəsə, düşüncəsində olan tapdığı nələrəsə bənzədir. Göy qurşağı vaxtı çıxan təbiət necə olursa, nə görmüşdüsə ona bənzədir. Bu doğrudan da Yeşaya Peyğəmbərin kitabını oxusaz, orada mələklərin təsviri, Allahın təsviri, hətta məbəd təsviri var. Bu çox gözəldir. Başqa bir görüntü isə biz axırıncı danışacağım görüntü Daniel Peyğəmbərin görüntüsüdür. İstərdim sizlər üçün Daniel 10-cu fəsil 7-ci ayədən oxuyum. Daniel Peyğəmbər Allahın görüntüsünü görür. Harasa gedəndə bu baş verir, yolda, başqa insanlarla. Yalnız mən Daniel bu görüntünü gördüm. Mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onlar arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. Mən tək qaldım. Bu boyu görüntünü görəndə məndə qüvvət qalmadı. Üzümün siması dəyişdi və taqətdən düşdüm. Mən onun danışan səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım. Bu vaxt mənə bir əl toxundu və mən əllərimin dizlərimin üstünə qoydu. O mənə dedi, ey Allahın sevimlisi olan Daniel, sənə dediyim sözləri dərk et və ayağa qalx. Çünki indi sənin yanına göndərilmişəm. O bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım. O mənə dedi, qorxma Daniel, dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağa qərar aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim. O belə sözlər söylərkən mən üzüstə yerə yıxılıb dinməz qaldım. Mən ağzımı açıb danışmağa başladım və qarşımda durana dedim. Bütün bunları Danielin kitabında başqa yerlərdə də belə təsvirlər var. Təsəvvür edirsiniz? Burada bir vəhdət var. Həm mələk, həm də bəşər oğluna bənzər biri Daniel ilə danışır. Daniel dərk edə bilmir. Onun halı yoxdur. Nəfəs almaq belə çətindir ona. O danışa bilmir. Allah qarşısında dayanmaq mümkün deyil. Bütün bu təsvirlər əslində mən oxuduqca mənim öz beynimi də yandırırdı. Belə bir söz var. Adamın beynini yandırır, dərk edə bilmirsən. Və müqəddəs kitabı oxuyanlar bunu başa düşər ki, müqəddəs kitabda belə təsvirlər həddən artıq çoxdur. Bütün kitablarda hardasa Allah insanlarla görüşəndə biz bunu görə bilirik. Bəzən mələklər belə təsvir olunur. Və bu doğrudan da möhtəşəmdir. Və indi oxuyacağım ayəyə isə baxanda bu adamı çaşbaş salır. Həmin təsvirləri təsəvvür edin və Allahın nə qədər qüdrətli və əzəmətli, möhtəşəm olduğunu təsvir edin. Yer kürəsinə o nüfuz eləyəndə izzəti ilə hər yer titrəyir, məhv olur, dağılır, heç nə qarşısında dayana bilmir. Amma mən Filiplilər 2-ci fəsil 6-cı ayədən 11-ci ayəyə qədər oxuyanda isə tamam başqa bir mənzərə ilə qarşılaşır. Baxın, Allah surətində olduğu halda o özünü Allaha bərabər tutmağa bir haqq saymadı. Lakin özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu.
İnsan şəkli alıb özünü aşağı tutdu və ölümə qədər, çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah onu çox ucaltdı. Onun lütfü, ona lütflə bütün adlardan ali bir ad verdi. Göydə və yerdə, yerin altında olanların hamısı İsa'nın adına ehtiram edərək diz çöksün. Və yuxarıdakı danışdığım ayələrlə baxanda, düşünürsən ki, bu necə mümkündür? Allah qul insan surətində yer üzünə gəldi. Yəni, bu Musaya görünən, Süleymanın tikdiyini dolduran, Yeşayaya görünən, Danieli halsız danışmağa belə söz tapmağa qadir olmayan, göstərən həmin Allahdır. O könüllü Allaha bərabərliyini kənara qoyur, o könüllü özünü heç edir. Baxın, burada bir söz keçir orijinal mətndə, kenozis. Özündən imtina etmək mənasındadır. İsa Məsih könüllü olaraq ilahi hüququnu imtina etdi. Sadə dildə desək, İsa Məsih insanları xilas etmək naminə öz izzətini kənara qoyub, insan kimi yaşadı. İnsan kimi doğuldu. İnsan kimi bədən aldı. Musaya, Yeşayaya, Danielə, Yezekilə görünən həmin Allah bədən aldı və qul surətinə büründü. O bizi sevir. Bu fədakarlıq sevgi ilə bağlıydı. Sevən şəxs sevdiyi üçün hər şeyi edər və hər çətinliyə qatlaşar. Bu kainatda bundan böyük sevgi yoxdur və olmayacaq. Əziz dostum, İsa Məsih səni əbədi sevir. Və bir körpə kimi doğuldu, bu dünyaya nur gəldi. Matta müjdəsində Yeşayadan çox gözəl bir ayə keçir. Bir ilahidə də bunu biz oxuduq. Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarına, məskunlaşanların üzərinə nur doğdu. Bu zülmət dünyamıza nur gəldi. Bu günah dolu dünyamıza saflıq, təmizlik gəldi. Bu eybəcərlikləşmiş və eybəcər günə düşmüş dünyamıza gözəllik gəldi. Düşün, əgər ona ürəyini vermisənsə, xoşbəxtsən. Əgər tam ona iman etmisənsə bugün, bəxtəvərsən. Bilirsiniz, başqa bir ayə deyir ki, biz indi Allahın taxtına cəsarətlə yaxınlaşa bilirik. İsa Məsihə görə. Çünki həmin o Allah sadə bir insan kimi yer üzünə gəldi. Əgər tam ona iman etməmsənsə, bugün vaxtın var. Və əgər istəyirsənsə, İbrahimin Allahı, Musanın Allahı, Danielin Allahı, sənin Allahın da ola bilər. Bunun üçün nə etməlisən? Çox qısa və çox sadə bir şey. Xüsusi adətlər, rituallar, ehtiyac yoxdur. Sadəcə görün Romalılarda nə yazılıb? 10-cu fəsil, 9-cu, 10-cu ayə. Əgər sən İsa'nın Rəbb olduğunu dilinlə iqrar edib, Allahın onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman etməklə salih sayılır və dili ilə iqrar etməklə xilas olur. Əgər sən bugün bunu etsən, vəssalam, sən artıq xilas olub İsa Məsihin övladı olursan. Amma bir şey lazımdır, ürəkdən iman etmək, yalandan deyil. Əgər etmirsənsə, bugün həyatını davam etdiksə yenə vaxtın olacaq. Amma bir şey də unutma, həyatımız nə vaxt bitəcəyini biz bilmirik. Bilirsiniz, bu yaxınlarda kədərli bir hadisə eşitdik.
Yadınızda bir qardaşımız vardı, onun üçün dua eləyirdik. Və bu yaxınlarda eşitdik ki, onda həqiqətən də xərçəng xəstəliyi var və həkimlər ona cəmi 5 il ömür veriblər. Və onun 20 neçə yaşı var. O, Rəbbə xidmət etmək istəyirdi. Canını qoyub, hər şey etmək istəyirdi. Amma həkimlər cəmi 5 il vaxt qoyublar. Təsəvvür edirsiniz? İnsanın planları var, həyatını qurub, gələcəyini düşünür. 50 il, 60 il, 70 il yaşayacam və çox gözəl bir həyat quracam düşünür. Amma həmişə belə olur. Ona görə çalışaq ki, heç vaxt İsa Məsihi qəbul edib, onu Allahın oğlu kimi qəbul etməyə gecikməyək. Çünki biz bilmirik nə vaxt həyat bitəcək. Xoşbəxtlik ancaq Allahdadır. Və necə peyğəmbərlər qorxurdu o vaxtlar Allahı görəndə, onun huzurunda dayananda, bugün həmin qorxu yoxdur daha. İsa Məsih çünki bu dünyaya sevgi gətirdi. Xalq, İsrail xalqı illərlə, əsrlərlə Məsihin gələcəyini gözləyirdi. Malaki kitabında çox gözəl bir ayə var. Deyir, axtardığınız Xudavənd qəflətən öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd mələyi gələcək. Əsrlər boyu bəlkə də həyatımızın bir çox hissəsində cavablar axtarmışıq. Cavablar İsa Məsihdədir. Xoşbəxtlik axtarmışıq. Xoşbəxtlik İsa Məsihdədir. Ailə axtarmışıq. Gözəl, rahat, sakit, təsəlli dolu həyat axtarmışıq. Onlar İsa Məsihdədir. Əgər bunları istəyirəmsə, mən İsa Məsihi qəbul edib xoşbəxt yaşaya bilərəm. Əlbəttə, həyatımız çətin olacaq. Mən o yalancılar kimi demək istəmirəm ki, hər şey əla, super olacaq. Xeyr. Amma bizim ümidimiz olur ki, İsa Məsih hər zaman bizimlədir. Onun adı nə idi? İmmanuel, Allah bizimlədir. Qoy Rəbb sizə lütf versin, xeyir dua versin.